Çox götür-qoydan sonra nə isə gəldim qərara. Nə yazım, hardan yazım? Ömrümün tən yarısını verdiyim iş yerindən Sumqayıt 2 saylı doğum evindən yazım. Çox da böyük olmayan kollektivimdən yazım. Burada çalışanların əksəriyyəti xanımlardır. Həkimlər, tibb bacısı, işinin peşəkarı, fədakar insanlardır. Bura ocaqdır desəm, yəqin ki yanılmaram. Kaş bütün gəlinlərin yolu buradan düşəydi, evinə, ailəsinə bir mələk gətirəydi. Hər şöbənin özünün ağırlığı yükü var. Həyəcanı, qorxusu, çox vaxtda sevinci var. Mənə görə ən çətin yeni doğulmuşlardır. Bir körpənin sağlığı hamımızdan asılıdır. Cavabdehik hamımız körpənin sağlığına xoş təəssüratla getsin. Elinə, obasına. Gecədən xeyli keçib, mən çıxıram dəhlizə. Hər yer sükut içində, yeganə oyaq qalan körpələr bizdə bizik. Günəşin çıxmasını bilsəz necə gözləyirik. Gecələr yaman uzun, səhərə də çox qalıb, körpənin yuxusu yox. Balaca çarpaydan xırdaca gözlərini çırparaq bizə baxır. Burada hamı tanıyır bir-birini dərindən. Sevib hörmət edirlər, bəzən dara düşəndə qayğısını da çəkirlər. Burada xanımlar fərqli, hərənin öz yeri var. Sahiləmiz baməzə. Sevil, Reyhan, Rəhimə, Arzu, Hicran, Təranə, baxmayaraq həyatda çətinlikləri çoxdur. Güclüdür, pozitivdir, yumor hissi də çoxdur. Bəzən fikirləşirəm, bu güclü xanımları ayaqda saxlayanda gələcəyinə inam, işə böyük sevgidir. Ofeliya peşəsinin vurğunudur deyərdim. O qədər mərhəmətli, ürəyi pambıq kimi, balası kimi sevir, körpəni əzizləyir. Xəyaləmiz bir aləm. Xəyaləmiz bir aləm, başından ayağına toydu, busatdı bu qız. Unudursan bir anlıq bütün qayğılarını, sehrinə düşürsən, sevgi doludur bu qız. Lətifə haylı küylü, çox mehriban xanımdır. Ömrünün 40 ilini körpələrə baxıbdır. Hamımızdan kiçikdir. Aramızda yenidir. Az müddətdə özünə böyük hörmət qazanıb. Hər kəsin dilin bilir. Özü kiçik olsa da böyük tibb bacısıdır. O bizim kəmaləmiz, bəzən evladımızdır. O uşaq həkimidir. Yeni doğulmuşların şöbənin müdiridir. Biz onu çox sevirik. Sadədir, təmkinlidir, mehribandır bu xanım. Körpələri çox sevir. Ürəyimizə yol tapıb, kübar, müdrik bu xanım. Daha bir bacımız var. Dürdür, incidir bu qız. Adı da Mirvaridir. Yaman qoçaqdır bu qız. İşi çoxdur, hey qaçır. Bəzən zərif çiynində çox böyük yük aparır. Təqaüddə olanlar, sizi də unutmuruq. Ələ fürsət düşəndə bir yerə yığılırıq. İşimiz 2 növbə. Yuxusuzuq, yorğunuq, amma yenə ayaqda olmağı bacarırıq. Evində də, işində fədakar bu xanımlar, çoxlarından güclüdür, mətindir bu xanımlar. Bəzən dəyərimizi bilməyənlər də olur. Olsun, nə deyirəm ki? Gəlsin çox demirəm ki, bircə gün əvəz etsin, bu işin ağırlığın görsün, bilsin, hiss etsin. Artıq səhər açılır. Yatmayır bu qırışmal. Yum gözünü yat balam, ay sənə nənə qurban. Bax, sən haray salanda bəbişlər də oyanır. Hamı yatıb, sən də yat. Yuxuda qızıl gülə bat. Baxıb üzümə körpə,
Gah gülür, gah ağlayır. Xırdaca gözlərində işıqlar parıldayır. Elə bir deyir mənə, yatmayacam sənə nə? Nağıl oxu, ay nənə, nağıl oxu, ay nənə. Bax belə. Biz yaşlaşırıq, körpələrimiz böyüyür. Baxdığımız körpədən ana olanlar da var. Vətən darda olanda şərəf ilə vuruşub şəhid olanlar da var. Uğurlar sizə qızlar, şərəfli peşənizdə, körpə sizə əmanət, sizlər uca Allaha, qəlbi uşaq tək kövrək, əhsən sizə xanımlar, əhsən yeni doğulmuşlar. Uğurlar sizə qızlar, uğurlar sizə qızlar.